Salam dəyərli tələbələr. Bugünkü dərsimiz cümlə qurma haqqında olacaq. Burada gördüyünüz kimi ingilis dilində qeyd olunub make a sentence, cümlə qurulmağı. Görək cümlə necə qurulur. İlk olaraq subject gəlir, mübtədamız, ikinci verb xəbərimiz, üçüncü object təyin tamamlıq, place yer, time zaman. Yəni bu birmənalı şəkildə bilməliyik ki, birinci mübtəda, ikinci xəbər, sonra təyin tamamlıq, yerimiz, zamanımız. Bəzən buna swap deyirlər. V, O, P, T. Birinci mübtəda, ikinci xəbər, təyin tamamlıq, üçüncü yerdir, time, zaman, sonuncu. Məsələn, burada bir nümunəmiz var. Nümunə ondan ibarət ki, mən hər gün, hər səhər dostlarımla məktəbdə görüşürəm. Mən kim, mübtədamız meet, görüşürəm, nə edirəm? Xəbərimiz kiminlə, dostlarımla, tamamlıq, harada, məktəbdə, yerimiz, nə zaman, every day. Bir daha gördük ki, birinci I meet with my friends at school every day. Mən mübtəda, meet, görüşürəm, nə edirəm? Kiminlə, with my friends, təyin tamamlığımız, at school yerimiz, every morning, hər səhər tamamlığımız, vaxtımız, zamanımız. Burada qeyd eləmişəm, zaman həm sonda, həm də ilk ola bilər. Bu nə deməkdir? Ya zamanı cümlə quran zamanı ya ən sonda verə bilərik və yaxud da ki, ən əvvəldə. Məsələn, belə deyə bilərik. Every morning I meet with my friends at school. Bunu bildik. Bir də burada nida işarəsi qoyuram. Mən həmişə bildirdim ki, zaman həm sonda, həm də ilkdə gələ bilər. Amma bəzi istisna olanlar var ki, hansılar ki, of, always var, həmişə, often, tez-tez, even, nə vaxtsa, usually, adətən, sometimes, bəzən, never, heç vaxt, seldom, nadir hallarda, just, indicə, rarely, nadir hallarda, also, həmçinin, already, artıq, still, hələ, all, bütün, both, hər ikisi. Bunlar isə qeyd etmişəm burada mübtəda və xəbər arasında işlədir. Mübtəda və xəbər. Yəni nə sonda gəldi, nə əvvəldə mübtəda xəbər. Baxın. Məsələn, burada bir cümlə qurmuşuq. Qurmuşam ki, hər səhərlər dostlarımla məktəbdə görüşürəm. Mən always meet with my friend at school in the morning. Baxın, yəni bildiyimiz zaman sonda gəldi, bu ümumi zamandır. Amma istisna onun always mübtədamın, xəbərimin arasında gəldi. İnkarda da verəndə təbii ki, I don't always, yəni inkardan sonra sual da veriləndə normalda o çıxır. Always də yenə mübtəda xəbərimlə, yəni xəbərimdən əvvəl işlənir, qeyd olunur burada. Gəlir sonra digər maraqlı məqama to-ya. To nədir? Ən çox görürük və çox suallar verilir tələbələr tərəfindən. To-nun iki mənası var. Biri tərcümədən maqmək, digəri Aə kimi. Maqmək kimi iki feilin arasında gəlir. Aə kimi istiqamət mənası. Məsəl üçün, burada deyirəm ki, mən futbol oynamağı xoşlayıram. I like to play football with my friends. Dostlarımla futbol oynamaq xoşlayıram. Mən kim? Düzdür. Like xoşlamaq, play oynamaq. Ona görə burada mütləq şəkildə to-nu verdim. Tamam, o zaman to-nu verməsək necə olur? Belə olur. Mən xoşla oyna futbol dostlarına. Bu da təbii ki, ziddiyyət yaradır. Ona görə səhv sayılır. Ona görə to-nu verməyimiz mütləq. Keçsək digər to-nu Aə mənasında istiqamət. I go to school 5 times in a week. Burada nəyə görə to-nu verdim? Çünki məkan var, mütləq məkan. Burada deyirəm ki, mən məktəbə həftədə 5 dəfə gedirəm. Burada yeni to-nu işlətməsək necə olur? Belə səslənir. Mən məktəb 5 dəfə həftə. Yəni, tamam, həftədə 5 dəfə. Yəni, məktəbə demir. Mən gedirəm, məktəb 5 dəfə. Yəni, yarımçıq o baxımda to-nu olmaq mütləqdir. Burada da normalda I like to go to market 5 times. I like to go to market. Yenə, iki feylə görə to-nu verdim maqmək. İkinci to-dakı istiqamətə görə market sözü. Digər maraqlı məqam burada. Diqqətli olağın. Belə bir cümləmi çıxıb qarşımıza. Mən ingilis dilində danışmaq istəyirəm. Burada bildiyim kimi A ilə başlayıram.
Bilmirəm, burada danışmaq da feilim var. Danışmaq nə etmək, istəmək nə etmək, istəmək ikinci feilim də var. İndi biz hansını başlayırıq? Uşaqlar yadda saxlayın. Azərbaycan dilində fərqli olaraq ingilis dilində həmişə sonuncu feil gəlir Azərbaycanda da birinci. Məsələn, burada belə olur. Mən istəyirəm, danışım ingilis dilində. Sonuncu feilimiz ingilis dilində olan həmişə Azərbaycan dilində olan sonuncu feilimiz ingilisdə gəlir birinci. Belə çıxır. Mən istəyirəm, danışım ingilis dilində. Okay. Digər məsələ. Növbəti. Mən dostuma hədiyyə aldım. Burada hər şey maraqlıdır. Mən, kim, gəlib, mübtədan, sonra xəbərim aldım. Xəbərim gəlib normal. İndi qalmışam buradakı dostuma götürüm kimə tamamlı, nəyi aldım, bu da tamamlıdır. Burada da belə bir situasiyada yanaşmaq lazım ki, həmişə iki tamamlı olanda birinci cansızı götürürəm, cansız tamam. Sonra isə canlı tamamlı. Məsələn, belə olacaq. Mən aldım hədiyyəni nəyi? Cansız tamamlıq birinci gəlir. Sonra dostuma, kimə? İkinci gələn isə canlı tamamlıq. Ümid edirəm başa düşdünüz. Hər hansısa bir sualınız olan zaman bildirə və ya da komment bölməsinə yaza bilərsiniz. Uğurlar arzu edirəm hər birinizə.